Salam əziz tamaşaçılar. Nə az, nə də çox. Düz 1 milyard yeyinti üzə çıxdı. Salih Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən çıxarıldıqdan sonra bu qurumda aparılan maliyyə pozuntuları ağla sığmaz korrupsiyanı üzə çıxarıb. Pravda Azın Günün Səsi infoya istinadən verdiyi məlumata görə aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub. Bildirilib ki, Salih Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub. Əks təqdirdə prosesin sonu Salih Məmmədovu və ətrafının həbsi ilə nəticələnəcək deyə mənbə bildirib. Əvvəllər 400 milyon vəsaitin yoxluğunun söhbəti gedirdisə, indi isə bu məbləğ 1 milyard manatı keçir. Məlumatda bu da qeyd olunur ki, Salih Məmmədov vəziyyətin yumşaldılması üçün yeni Maliyyə naziri Sahil Babayev ilə görüşməyə cəhd etsə də buna nail ola bilməyib. Əziz dostlar, kanala abunə olmağı unutmayın, bəyənib paylaşmağı da unutmayın.